Hüceyrə strukturları və onların funksiyaları. Hər bir hüceyrə strukturu bilirik ki, sitoplazmadan, qılafdan və nüvədən təşkil olunmuşdur. Canlılar aləmi qılaf iki hissədən ibarətdir. Xarici qılaf və daxili qılafdan. Məhz xarici qılafa görə bir-birindən fərqlənir. Yəni, xarici qılafı bitki hüceyrəsində, göbələk hüceyrəsində, bakteriya hüceyrəsində xarici qılaf adlanır hüceyrə divarı. Lakin heyvan hüceyrəsində isə xarici qılaf adlanır glikokaliks. Glikokaliks adlanır və heyvan hüceyrəsini əmələ gətirən xarici qılaf işıq mikroskopunda görünə bilmir, nazik divarlıdır, elastikdir. Bəs nədən təşkil olunmuşdur? Yadınızda qalsın, glikokaliks adla təşkil olunub zülaldan, lipidlərdən və mürəkkəb polisaxaridlərdən təşkil olunmuşdur. Xarici qılafı olan heyvan hüceyrəsində glikokaliks mexaniki funksiya daşımır, yəni iskelet rolunu oynamır, möhkəmlik vermir hüceyrəyə. Yalnız hüceyrənin mühitlə əlaqəsini təmin edir. Hüceyrə divarı isə bitki hüceyrəsində hansı funksiyaları yerinə yetirir? Sanki bir iskelet rolunu oynayır, dayaq funksiyasını, müdafiə funksiyasını yerinə yetirir və hüceyrə divarı bitki hüceyrəsində təşkil olunmuşdur. Sellulozadan, göbələklərdə xitindən təşkil olunub. Yəni, hər hansı bir işıq mikroskopunda hüceyrə divarını, məsəl üçün, biz görə bilərik. Aydın şəkildə hüceyrə divarının quruluşunu görünə bilər. Lakin heyvan hüceyrəsində hüceyrə divarı, xarici hüceyrə divarı işıq mikroskopunda görünmür. Deməli, ümumiləşdirib deyə bilərik ki, bitki hüceyrəsində, bakteriya hüceyrəsində, göbələk hüceyrəsində xarici qılaf hüceyrə divar adlanır, heyvan hüceyrəsində isə xarici qılaf glikokaliks adlanır. Hansı elastikdir? Glikokaliks. Hansı müdafiə funksiyasını yerinə yetirir hüceyrə divarı? Hətta hüceyrə divarı bitkilərdə turqor təzyiq funksiyasını da yerinə yetirir. Glikokaliks kimyəvi tərkibinə görə zülaldan, lipiddən və polisaxaridlərdən təşkil olunmuşdur. Lakin, məsəl üçün, bitki hüceyrəsində xarici qılafı sellulozadan təşkil olunub, göbələklərdə isə xitindən təşkil olunmuşdur. Və bitki hüceyrəsinin xarici qılafı işıq mikroskopunda aydın görsənir. Keçək daxili qılaf. Daxili qılaf plazmatik membran adlanır. Həmin bu bitki hüceyrəsində, heyvan hüceyrəsində, bakteriya və göbələk hüceyrəsində də hər 4 aləmin 4-ündə də daxili qılaf plazmatik membran adlanır. Membran sözünün mənası dəri örtük deməkdir. Hüceyrə divarı və glikokaliksin altında yerləşir. Qalınlığı təqribən 10 nanometrə malikdir və bu şəkillərə plazmatik membranın quruluşu şəkillərə daha çox düşür. Diqqət yetirək. Hər bir plazmatik membran 2 cərgədə düzülmüş lipid qatından və onlar arasında nizamsız yerləşən zülaldan təşkil olunmuşdur. Bax, şəkildə burada aşağıda verilibdir. Zülallar, bu rəngli olan hissələr zülallardır. Yuxarıda bax bu hissələr lipid cərgəsidir və onların yuxarı hissədə birləşən hissələr isə polisaxaridlərdir. Amma biz desək ki, sual olsa ki, plazmatik membran hansı üzv birləşmələrdən təşkil olunub, deyirik lipid və zülallardan və 2 lipid cərgəsindən. Yadınızda qalsın, 2 lipid cərgəsi bir qat əmələ gətirir. Yəni, bu birli cərgə, bu bir cərgə, hər ikisi birləşərək bir ədəd lipid qatını əmələ gətirir. Mütləq şəkildə bunu şəkilə diqqətini ayırın və bu şəkili yadınızda saxlayın. Məsəl üçün, polisaxaridlər lipidlərə də birləşə bilər, zülal hissəyə də birləşə bilər. Yəni, glikokaliks, məsəl üçün, glikokaliks lipidə də birləşə bilər, zülallara da birləşmiş vəziyyətdə ola bilər. Əgər bu, məsəl üçün, lipidə birləşsə, nə adlanır? Lipidə birləşsə, glikoprotein lipid adlanır, glikolipid adlanır. Əgər zülala birləşsə, glikopeptid adlanır. Bunu mütləq yadımızda saxlayaq.
edirik və yaxud da məsələn yenə deyirəm zulalarla birləşsə glikoprotein, glikopeptid də ola bilər. Lipidə birləşərsə glikolipid adlanır. Və plazmatik membran bir çox funksiyaları yerinə yetirirdi. Məsəl üçün, səth funksiyasını, əlaqə funksiyası, siqnal funksiyasını, daşınma funksiyasını yerinə yetirir. Ən vacib funksiyalarından biri plazmatik membranın daşınma funksiyasıdır ki, məhz bu daşınma funksiyası iki cür olur. Fakostoz yolla və yaxud da pinostoz yolla. Fakostoz yolla daşınma necə baş verir? İri və bərk hissəciklərin plazmatik membran vasitəsilə tutularaq onların hüceyrəyə daxil olmasını təmin etməsi fakostoz yolladır və fako udmaq, sitoz hüceyrə deməkdir. Fakostoz əsasən heyvan hüceyrəsində rast gəlinir. Yəni biz ibtidai bir hüceyrəli heyvanlarda, məsəl üçün amöbdə fakostoz hadisəsini görmüşdük ki, onların qidalanması məhz fakostoz yolla gedir. Və yaxud da amöbdə, infuzor tərlikdə, digər bir hüceyrəli orqanizmlərdə, bundan başqa bizim qanımızda olan, ağ qan hüceyrələri olan leykositdə də məhz fakostoz hadisəsini görmək mümkündür. Bitki, bakteriya, siyanobakteriyalarda hüceyrə divarı iri və bərk olduğuna görə onların hüceyrə divarı, xarici qılafı, hüceyrə divarı sərt olduğuna görə onlarda necə fakostoz yolla qidalanma yoxdur. Onlarda yalnız pinostoz yolladır. Pino içirəm deməkdir. Yəni plazmatik membran nazik kanar şəklində içəri çökərkən bəzən suda həll olmuş maddələri nə edir? Hüceyrənin daxil olmasına, hüceyrəyə daxil olmasını, keçməsini təmin edir. Deməli, plazmatik membranın daşınması fakostoz yolla və pinostoz yolla həyata keçirir. Yenə deyirəm, fakostoz yolla keçmə yalnız bir aləmdə, heyvanlar aləmində rast gəlinirdisə, pinostoz yolla maye halında olan maddələrin hüceyrə daxil olmasını təmin edən pinostoz yolla isə bu həm bitkilərdə, həm bakteriyalar, həm göbələklərdə, həm də bütün aləmdə demək olar ki, rast gəlinir. Və hər iki prosesin həyata keçməsi üçün mütləq şəkildə nə lazımdır? Mütləq şəkildə enerji lazımdır. Və önə qayıdacağım, sonda hüceyrə divarı haqqında deyim ki, hüceyrə divarı bizdən soruşulsa neçə aləmdə rast gəlinir? Deyirik ki, hüceyrə divarına 3 aləmdə rast gəlinir. Bitkilərdə, göbələklərdə və bakteriyalarda. Bitkilərdə hüceyrə divarı selülozadır, göbələklərdə xitin örtükdən təşkil olunmuşdur. Heyvanlarda isə hüceyrə divarı glikokalix adlanır ki, glikokalix isə yenə təkrar deyirəm, lipiddən, zülaldan və mürəkkəb polisaxaridlərdən təşkil olunmuşdur. Və bu plazmatik membrandan başqa canlıları biz bilirik ki, stoplazmada çoxlu orqanoidlər var. Həmin bu orqanoidlərin bəzilərində membran quruluşuna malikdir, bəziləri isə membran quruluşuna malik deyildir. Membranlı orqanoidlər özləri isə iki qrupa bölünür. Bir membranlı və yaxud da iki membranlı orqanoidləri. Bunları yadımızda saxlayaq. Bir membranlı orqanoidlər hansılardır? Endoplazmatik şəbəkə, Golgi kompleksi, lizosomlar bir membranlıdır. Lakin iki membranlı orqanoidlər isə mitoxondrilər və plastitləri misal göstərə bilərik. Membransız orqanoidlər isə hüceyrə mərkəzi, ribosomu misal göstərə bilərik. Öncə bir membranlı orqanoidləri deməmişdən öncə məhz mən bu şəkil üzərində, bu şəkillərə baxaraq deyəcəm, orqanoidlər hansı orqanoidlərdir. Öncə stoplazma haqqında danışım ki, stoplazma bilirik ki, hüceyrənin daxili maye mühitini təşkil edən məhz stoplazmadır və stoplazmanı xarici mühitdən əlaqələndirən plazmatik membrandır. Və stoplazmada çoxlu şəkildə müxtəlif ölçüdə orqanoidlərə rast gəlinir. Bundan başqa zülallara, üzüm maddələrə və qeyri-üzüm maddələrə rast gəlinir. Əsasən də zülallar stoplazmada daha çox üstünlük təşkil edir. Bundan başqa stoplazma telləri, mikroborucuqlar vardır ki, bunlar da stoplazmaya, hüceyrəyə nə edir? Skelet rolunu və möhkəmlik verir.
Birinci şəkilə baxsaq, bu şəkillər də yadımızda qalmalı. Bax, bu birinci şəkil endoplazmatik şəbəkənin şəklidir. Bir membranlı quruluşa malik olan endoplazmatik şəbəkə bir-biri ilə birləşmiş müxtəlif ölçülü və müxtəlif formalı kanallar sistemindən ibarətdir. Məhz bu kanalların divarı plazmatik membrana oxşardır. Yəni bir də yadımızda saxlayaq ki, həmin bu ortada olan bu hissəyə nüvədir. Sanki elə başa düşün ki, endoplazmatik şəbəkə nüvəni nə edib? Qucaqlayıbdır. Və endoplazmatik şəbəkənin özünün iki növü vardır. Bax, müxtəlif ölçülü kanallar sistemindən təşkil olunur və iki tipdə olur. Hamar və dənəvər endoplazmatik şəbəkə. Məhz endoplazmatik şəbəkə plazmatik membranı nüvə pərdəsi ilə əlaqələndirir. Nəyə görə? Çünki nüvənin yanında yerləşir. Və endoplazmatik şəbəkənin, dənəvər endoplazmatik şəbəkənin üzərində çoxlu ribosomlar vardır. Məhz bu ribosomlar dənəvər endoplazmatik şəbəkəyə kələkötürlük verir. Və burada ribosomlar hesabına zülal molekulu sintez olunur. Yadınızda qalsın. Zülal molekulu üzvü birləşmələrdir. Ribosom orqanoidində sintez olunur. Məhz ribosom orqanoidi bütün canlılarda rast gəlinir. Yəni bakteriyada tək elə orqanoid olan məhz ribosom orqanoididir ki, orada zülalların sintezi baş verir. Yəni endoplazmatik şəbəkə özü orqanoid olsa da, onun üzərində digər nədir? Bir digər orqanoidi də rast gəlinir ki, həmin orqanoid ribosom orqanoididir və onun hesabına zülal sintez olunur. Hamar endoplazmatik şəbəkədə isə ribosomlara rast gəlinmir. Hamar endoplazmatik şəbəkədə yağların, karbohidratların sintezi gedir. Təbii ki, müəllimlər bilir ki, üzüm maddələri yağlar, karbohidratlar və zülallar hesab olunur. Bundan başqa endoplazmatik şəbəkə həmən bunlarda əmələ gələn üzüm maddələri nedir? Şəbəkələri onlar kanal və boşluqlarda toplayaraq hüceyrə daxilində daşınmasını təmin edir. Həm də hüceyrənin əsas orqanoidlərini bir-biri ilə əlaqələndirir. Deməli, kanal və boşluqlarında ehtiyat halında toplanan maddələri hüceyrə daxilində daşınmasını təmin edən orqanoid endoplazmatik şəbəkədir. Digər şəkilə baxsaq, bu şəkil Holgi kompleksi adlanır ki, həmən məhz alimin şərəfinin adına Holgi adlanırdı ki, Holgi kompleksi isə bir membranlı quruluşu olub, lakin qeyri-sabit formaya malikdir və yenə də çoxlu şəkilli boşluqlardan, kanalcıqlardan və o kanalcıqların ucunda yerləşən isə çoxlu qovuqcuqlardan təşkil olunmuşdur. Holgi kompleksi bitkilərdə, ibtidai bitkilərdə orakvari formada olur. Heyvan hüceyrələrinin bir çoxunda, məsəl üçün sinir hüceyrələrində tor şəkilli olur. Holgi kompleksinin bir çox funksiyaları vardır ki, məsəl üçün onlardan biri endoplazmatik şəbəkədə əmələ gələn kanal və boşluqlarında toplanmış maddələrin hüceyrədən xaricə, hüceyrə xaricinə çıxarılmasını təmin edir. Yəni, ehtiyat halında toplanmış qidalı maddələrin hüceyrədən xaricə daşınmasını təmin edir. Bundan başqa Holgi kompleksi biz plazmatik membranın, demişdik ki, plazmatik membran var, daxili membran plazmatik membran adlanır. Məhz plazmatik membranın təzələnməsində iştirak edir. Daha sonra isə lizosom deyilən bir membranlı orqanoidlərində formalaşmasında iştirak edir. Ən çox Holgi kompleksi sekret ifraz edən, yəni vəzi hüceyrələrində ifraz edən hüceyrələrdə Holgi kompleksinə rast gəlinir. Deməli, Holgi kompleksi maddələrin hüceyrə xaricində daşınmasını təmin edir. 1. Plazmatik membranın təzələnməsində iştirak edir. Lizosom orqanoidinin formalaşmasında iştirak edir. Yenə deyirəm, bitkilərdə, ibtidai bitkilərdə çubuq şəkillidir, orakvari və yaxud da çubuq şəkillidir. Heyvan hüceyrələrində isə əsasən tor şəkilli olur və bir membranlı quruluşa malikdir.
Holce kompleksinin də digər ən vacib xüsusiyyətlərindən biri də Holce kompleksində də yenə yağlar, karbohidratların sintezi gedir. Deməli, yağlar və karbohidratların sintezi getdi hamar endoplazmatik şəbəkədə, Holce kompleksində, zulalın sintezi getdi dənəvər endoplazmatik şəbəkədə. Yəni ribosomun sintezi digər orqanoidlər tutulur, amma biz hələ ki dənəvər endoplazmatik şəbəkənin üzərindəki olan ribosomlardan söhbət gedir.